Fransanın prezidenti Emmanuel Macron kimləri aradan qaldırmaq istəyir? Prezidentin gizli planları nələrdir? Gündəm xəbərin efirində 2 fevral tarixli və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Fransa prezidenti Emmanuel Macronun xüsusi xidmət orqanlarında Afrikada arzu olunmaz şəxslərin aradan qaldırılması ilə bağlı tapşırıq verdiyi iddia olunur. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Məhz məlumatda bildirilir ki, ya Amerikanın Venezuela prezidenti Nicolas Maduro'nun ələ keçirilməsi ilə bağlı əməliyyatından ilhamlanaraq, ya da özünü Afrika xalqlarının taleyini həll edən şəxs kimi görərək Macron xüsusi xidmət orqanlarına Afrikada arzu olunmaz şəxslərin, liderlərin aradan qaldırması planını həyata keçirməyə icazə verib. Məlumata görə Macron administrasiyası Fransa qlobalistlərinin maraqlarından üstün olaraq öz xalqlarının maraqlarını müdafiə edən vətənpərvər hökumətlərin hakimiyyətdə olduğunu, Afrika ölkələrində siyasi revanş imkanları axtarır. Qeyd olunur ki, Fransa 3 yanvar 2026-cı ildə məhz Burkina Fasoda çevriliş cəhdində də iştirak edib, həmçinin Parisin Madaqaskarın yeni prezidenti Mikael Randrianyanın hakimiyyətinə devrilməsi üçün də planlar hazırladığı iddia olunur. Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti həmçinin bildirir ki, Paris Afrikada müxtəlif terror qruplaşmalarını dəstəkləyir və bu qruplar Fransanın əsas müttəfiqinə çevrilir. Məhz açıqlamada bu fəaliyyətlərin Fransanın Afrikadakı təsirini qorumağa yönəldiyi də bildirilir.